Salam dostlar, günləriniz xoş geçsin. Sizə Dünya Müzikliyindən seçmələr kitabından bir neçə hissə oxumaq istəyirəm dostlar. Deməli, biri bunlardan Ralph Waldo Emerson'un düşüncəsidir. Deməli, bu Amerikalı şair, təfəkkürdür. O deyir ki, biz gözəllik axtarışına çıxmaq üçün bütün dünyanı dolaşırıq. Ancaq biz gözəlliyi özümüzdə daşımasaq, onu heç yerdə tapa bilmərik. Yəni ki, sən dünyanın müxtəlif yerlərinə gedə bilərsən. Gözəlliklər axtarışına çıxa bilərsən, amma sən ola bilər ki, onu heç yerdə tapmayasan. Bunun səbəbi gözəlliyi özündə bir dəyər olaraq daşımamağındır. Dolayısıyla mən bu düşüncəni belə şərh eləyərdim ki, insan mümkün qədər öz zehnində, öz şuurunda, varlığında mümkün qədər çox gözəllik daşımalıdır. Həm ruhi, həm cismani gözəlliklər, xoş, ürək açan mənzərələr daşımalıdır. Beləcə o hara gedərsə, bu gözəllik sayəsində hər yer, çoxlu yerlərdə gözəlliklər tapa bilər. Yəni məsəl üçün, mən bunu bu şərhimi bu şəkildə bildirdim ki, məsələn, xoş təbiət mənzərələrinə baxmaq lazımdır. Sonra xoş poeziya, sənət nümunələri ilə tanış olmaq lazımdır. Mümkün qədər hər yerdə ki, könül açan mənzərələri xatirdə saxlamaq lazımdır. Onu zehninə həkk eləmək lazımdır. Sonra məsələn, qəşəng, xoş mənzərəli filmlərə baxmaq lazımdır, şeirlər oxumaq lazımdır, qəşəng düşüncələrdən zövq almaq lazımdır. Müxtəlif yerlərdə işıqlı mənzərələri görmək lazımdır və onları yadda saxlamaq lazımdır ki, hər yerə gedəndə biz özümüzdə daşıdığımız gözəlliklər sayəsində o yerlərdə də gözəlliklər tapaq. Bir bu düşüncədir dostlar, bir də deməli bir Afrika atalar sözüdür. Bir yağış qəbirin dərisini istada bilər, ancaq onun üzərindəki xalları yoxlaya bilməz. Bu düşüncə həm də biz nə baxımdan xoşa gəlinməlidir? Bu atalar sözüdür. Afrika atalar sözüdür. Nəyə görə xoşa gəlinməlidir? Belə bil ki, oranın nəsnələrindən, yəni Afrika təbiətinin, Afrika mühitinin nəsnələrindən istifadə olunub da, belə deyək, müşahidə edilən nəsnələrdən istifadə olunub. Məsələn, bəbir Afrikanın əsas heyvanlarından biridir də. Ona görə bənzətmə şəklində özünü göstərən bu atalar sözü. Bu nədir? Bu o deməkdir ki, mən belə bunu şərh edərdim. Yəni, sizdə ruhi təmizliklər, ruhi gözəlliklər varsa, xoş xüsusiyyətlər varsa, sizdə bunları korlamaq istəyən, ləkələnmək istəyən şəxslər ola bilərlər. Unutmaq olmaz ki, o xüsusiyyətlər sizin qəlbinizdə, ruhunuzda, dərinlərdə kök salıbsa, o metafizik kökləri varsa, heç kim sizi ləkələyə bilməz, heç kim sizi incidə bilməz, heç kim sizi o xüsusiyyətlərdən uzaqlaşdıra bilməz, məhrum buraxa bilməz. Olsa səhvli şəkildə sizə təsir göstərə bilər. Yəni, yağış qəbirin dərisini islada bilər, amma ondakı xalları yox eləyə bilməz. Bunun mənasını mən belə şərh eləyərdim. Yəni, sizə göstərilən mənfur münasibətlər, haqsız münasibətlər, ədalətsiz münasibətlərə qarşı
güclü və qüvvətli qalın. Çünki onlar zaten sizdəki köklü müsbət xüsusiyyətləri heç vaxt zədələyə və ləkələyə bilməzlər. Ancaq səhvli toxuna bilərlər. Onda bir əhəmiyyəti olmaz. Bu qədər dostlar, hələlik özünüzdən müğayət olun.